Axşam olur, hablar yenə yıxılıb yatırlar və evdə paranormal hadisələr baş verməyə başlayır. Ha bu neydi? Qoşular yəqin bala, fırnaşırlar. Bəs bu nədir? Küləkdir yəqin. Ay belə mən fitiliyirəm. Evimizə ruh girib. Baş verənlərdən qorxub evə Habigey ekstrasensi çağırırlar. Ekstrasens də habla uzadıb güya cinlərini çıxardır. Dərindən nəfəs alın xanım. Nəsə hiss eləyirsiniz? Yo, heç zət. Bəs sən qaqa. Aha, sizin şeyoz mənə belimə dəyir. Han dimağımda cin çıxır. Əgər Eləmi, fısqı çörək tuxçada. Belə eləməyin, cəddim Hada tutar. yaxşı. Qoyun çıxardım, nə olar? Qoyun çıxar. Ekstrasens də bir zibil eləyənmir. Qız özündən asılı olmadan axşamlar oyanıb, başlayır cici hərəkətlər eləməyə. Niyə ağzı geçirsin, o dəli ağzı. Qaqaş ruhun izini tutmaq üçün başlayır yerə duz səpməyə. Axşam yatdıqları yerdə yenə səsə oyanıb görürlər ki, boy, duzu kimsə ləpirliyə gəzib. Ayaq izləri bu qapıya doğru gəlir, amma qaqaş qorxusundan içəri girə bilmir. Biraz kişi ol, qorxaq olma. Mən Polad Ələmdaram, mən Polad Ələmdaram. Sənin dalını dağıdaram, ruh köpək qızı. Ayda bağışdan müşabahal elə bildə oxurursan. Ruh dədəndir. Sən demə evə girən qulluqçuymuş. Bu uzun stressdən sonra qərara gəlirlər ki, biraz tərxun çəkib stres atsınlar. Əri vəhşi, paravoz. Bu çipsi nə qaşaq gözü var. İçi tüstü, eşeği və yana oldu. Sonra həmən o ruh qaqada gəlir, başlayır hablarla tərxun çəkməyə. Ruhdakı kayfa bax da sən. Əri ruh halaldır. Ay yeşizim varam. Sonra ruh qıza və oğlana təcavüz eləyir.